Bugün mən sizlərə iShield seriyasının artikel kodu 12193 olan kirşan, bədən və üz üçündür həmin kirşan. İnanın ki, bunları bütün dəri tiplərinə uyğundur. Qramı 75 qram olmasına baxmayaraq, yəni içərisində görəcəksiniz ki, toz şəklindədir. Hələ mən istifadə etmişəm. Tam dolu şəkildədir. Həmin kirşanı siz bədəninizə və üzünüzə, hətta mən əllərdə istifadə etmişəm. Gözəl qoxusu var. Baxın bu formada əlimizin ovucumuza bu formada kirşanla əlavə edirəm. Tökdükdən sonra kirşanı gördüyünüz kimi əlimin içərisindədir. Baxın, əlimin içərisindədir və həmin kirşana quru dərli, baxın, 1-2 damcı su əlavə edirəm kirşana və 1-2 damcı su əlavə etdikdən sonra əlimin içərisində ovuram. Əlimiz mütləq şəkildə quru olmalıdır və təmiz üz dərisinə istifadə edirəm. Baxın, kirşanın artıq sabun formasındadır və içərisində düyürcəklər olduğuna görə tam rahat şəkildə istifadə edə bilərsiniz. Və üzünüzü bu ilə yuduqda, üzünüzə sürtdükdə, üzünüzə sürtəndən sonra mütləq şəkildə həmin kirşan quruyandan sonra ilıq su ilə yuyun. Hətta mən əllərimin üzərinə, əlimin özünə də tətbiq edirəm və inanın ki, hər gün etsəz, heç effekti, yəni çox möhtəşəm olacaqdır. Yəni bunu hər gün də istifadə etmək mümkündür. Bütün dəri tiplərinə də uyğundur. Hətta həssas dərilərə də bilər.